Hepinize merhaba arkadaşlar. Bildiğiniz bilmediğiniz kimi bildiğiniz kimin hemen her şeyimi YouTube'a paylaşacağım bakın. Neyse. Gördüğünüz ana da bu kulaklığı zakaz vermiştim. Bu gelir bu bir. Bu vayım. İkincisi bu açılmır. Sebebini bilmiyorum niye. Neyse açıldı pek. Söyle. Şimdi da bu. Şimdi bak bu balaca normal. Burada klaviatura temizleyici yine işe yaradığını göstermek için. Düğmeye basırıp burada normal her türden şey var. Ama burada bir şey daha var. Burada bir pin koydular. Burada çəkəndə burada da normal klavye, mouse, switchləri çıxartmaq üçün bir yer və bunun arxası da gördüyünüz kimi şeydir, normal şəffaf. Şəffaf nə idi? Yumuşaq. İçindən deyim sizə telefon təmizləyicisindən tutun da belə üfləyən nasosu kimi bir şeyə qədər hər şey çıxır. Harada belə də telefon təmizləməyə də bir şey çıxır. Maraqlı bir şeydir bu. İçində yay may bile var ama. Məncə dəyər. Yəni 15 manat buna dəyir. 38 manata qulaqlığa dəyir. Qulaqlığın nə tər işlədiyini göstər ki, mən də heç taxmamışam toka. Toka nədir? Mən də heç kompüterə taxmamışam. Görək taxaq görə nə tər bir şeydir. Qulaqlıqdır. Yəni 38 manata dəyir yoxsa yox. Başımda belə görsən öz səsimi eşitmirəm atam. Gözüm dəqiqə. Və işte RGB kulaklık işte yeah boy. This fucking amazing man. Bir dakika lan. Səsimi böyük ihtimalle bu kulaklıktan buradan işlə bilərsiniz ki burada demək olar qulaklığın özü üçün başqa bir düymə var. Yəni demək olar gözüm dəqiqə. Bunda belə bir şey var ki bir Type-C bir də iki dənə də bax belə 100 bir şey var. Taxılmalı port yeri var. Bu demək olar çox qəribə bir şeydir və qulaqlıq da çox xoşuma gəldi. Yəni bu qulaqlığı sizə tövsiyə edirəm. Hər nə qədər şnurdan da olsa, yenə burada 5 metr, 10 metrə şnur olduğu üçün normaldır. Yəni linkini də böyük ihtimalle bu videonun altına qoyaram. Bu videomu izləyib izləməməyiniz sizin əlinizdədir. Yəni like ata da bilərsiniz, abunə olmaya da bilərsiniz. Amma ki sizdən xahişim videoya abunə olun, yorum atın, zəhmət olmasa. Görüşərik, sağ olun, öpdüm sizi.